ilinə kifayət yüksək məvacib hesab olunan bu rəqəmə çatıb Yasin Benziya və məncə Benziya üçün də Qarabağ üçün də kifayət yaxşı anlaşmadır. Çünki Umsalal komandası istəyirdi, bilirik ki, Səudi Ərəbistanından. Yəni mən Benziyanın Umsalalda gedib çıxış edilməsindənsə, düzdür, orada bəlkə də maaş çox veriləcəkdir. Amma orada oynamasındansa Avropada sayılan, Avropanın klubu sayılan və Avrokuboklarda oynayan, daim oynayan Qarabağda çıxış etməsi məncə Yasin Benziya üçün də sərfəli fikirdir, tərəf müqabilidir deyə məncə Qarabağda qaldı. Üstəlik keçən səfər bu barədə biz müzakirə aparanda da Qarabağa artıq o doğmalaşıb. Yəni azarkeşlər də Benziyanı çox doğma şəkildə qarşılayır. Komanda daxilindəki ab-hava da Yasin Benziyanın reyincədir. İstər Zubirlə münasibətlər olsun, istər komandanın digər üzvlərlə, baş məşqçi ilə. Yasin Benziya Qurban Qurbanova barəlaşır. Bu da bir açıq formalaşır ki, hiss olunur ki, Benziyanın itib batmış adını, itib batmaqda olan futbolçu kariyerasını bərpa edən Qarabağdır və onun da elə baş məşqçi Qurban Qurbanovdur. Yəni ona görə də Benziya bu məqamları da göz önünə gətirir. Uzun müddətdən sonra milli komandasına cəlb olunmasının səbəbi Qarabağdakı performansı idi. Bunları hamısını göz önünə gətirərək Qarabağla yeni müqavilə imzalamaq astanasındadır. Mən belə düşünürəm. Yəni, ötən mövsümdə izlədik, ondan əvvəlki mövsümdə xüsusilə Avrokuboklardakı Benziyanın yarım müdafiənin mərkəzi daha sağlam olduğu təqdirdə, xüsusilə 3-cü fazada, yəni hücum fazasında çox fərqli bir işlər görəcəyini gördük. Həm daha çox toplu oyunlarda çox fəal şəkildə iştirak edir, uzaqdan indirdiyi zərbələr və s. Amma son 2 ayda onun belə deyək, fərdi performansında və biraz o əvvəlki Benziyanı biz izləmirdik, amma son Qarabağ maçında, Neftçi maçında daha doğrusu daha həvəsli, daha istəkli idi. Yəni bir oyuncu əgər o sorğu sualı o beynindən psixoloji olaraq rahatlıysa və bu onu göstərir ki, artıq Benziya anlaşıb. Yəni çünki özünü daha rahat vermişdi oyuna, daha istəkliydi, arzuluydu. Bir şey məqam var Elçin, yəni mən görürəm Qarabağ azarkeşlərin bəzilərinin rəylərini oxuyuram. İstər Sportinfo yazma rəyləri. Baxırsan ki, bəzi izləyicilərin fikrincə belədir ki, Kadi ilə Benziya birlikdə Qarabağ komandasının yarımdafiə xəttində çətin ki anlaşsın. Kadi və Benziya, onlar ortada oynayacaqları təqdirdə. Amma mən məsələn, ötən qarşılaşmaların birindən sonra Qurban Qurbanova mətbuat konferansında soruşdum ki, Yasin Benziyanın vaxtilə deyək ki, 9 nömrə kimi oynamaq təcrübəsi də var. Lilledə və ya Lyonda oynayıb və ya Türkiyə çempionatında oynayıb. Yəni, mən elə düşünmək olarmı ki, siz Julion gedişindən sonra onu hücumçu mövqeyində və ya ən azından yalancı 9 mövqeyini sınaya bilərsinizmi? Çünki sınamışdı həmin qarşılaşmada. Bildirdi ki, Qurban Qurbanova belə bir xüsusi hazırlığımız və fikrimiz olmasa belə, maçların gedişində ola bilər ki, Yasin Benziyanı həmin mövqedə sınayaq.